Salam uşaqlar, səhifə 49-u izah edirəm. Abunə olmağı unutmayın. Birinciyə baxırıq. Deyir ki, kəsrləri ən kiçik orta məxrəcə gətirin. Baxırıq, 8-də 3 və 6-da 5. Nə edirik? Hər ikisini orta məxrəcə gətirir. 6 ilə 8-in əkibi 24-dür. Yəni 3-ə vuraram, 4-ə vuraram. Başqa yolu uşaqlar, baxın, bura yazıram. 8-də 3, 6-da 5. Hər ikisinin ortaq böləni hansıdır? 2-dir. Demək, mən buranı 2-yə böləcəm. Neçə eləyir? 4. Buranı 4-ə vururam. 6-nı 2-yə bölürəm. Nə edir? 3. Demək, bu tərəfi mən 3-ə vururam. Yıldızlı məxrəci nəyə vurursa, sürəti də eyni bir ədədə vururuq. 24, bu da 9. 24, bu da 20. Hansı böyük oldu? Sağ tərəf böyük oldu. İkincisinə baxırıq. 9-da 2 və 12-də 5. Hər birinin ortaq böləni neçədir? 3-dür. Mən 9-u 3-ə bölərəm, nə edir? 3. Buranı 3-ə vuraram. 12-ni 3-ə böləndə neçə edir? 4. Buranı da 4-ə. Məxrəci 4-ə vurdumda, sürəti də 4-ə vururam. Burada məxrəci 3-ə vurdum deyə sürəti 3-ə vururam. Nə edir? 36, bu da 8. 36, bu da 15. Nə elədi? Yine sağ tərəf böyük oldu. Birincisinin üçüncüdəyik. 4-də 1, 5-də 2. Hər birinin ortaq böləni yoxdur. 5-i sağ, sola vururam. 4-ü də sağa vururam. Neydi? 20-də 5 və 20-də 8. Keçirəm 4-ün üstünə. 8-də 7, bu da 6-da 1-dir. Hər ikisinin ortaq böləni 2-dir. 8-i 2-yə bölərəm, nə edir? 4. 6-nı 2-yə bölərəm, 3. Nə elədi? 24-də 21. 5-ciyə baxırıq. 3-də 2 və 15-də 7. Demək, 5-ə vuraram ki, eyni olsun. 15-də 10, 15-də 7. Hansı böyük oldu? Sol tərəf böyük oldu. İndi birin hansında qaldı? 6-cısına baxırıq. 4-də 1, 6-da 1. Hər ikisinin ortaq böləni 2-dir. 6-nı 2-yə böləndə nə edir? 3. 4-ü 2-yə böləndə nə edir? 2. Daha da 2-yə. Nə alanda? 12-də 3, 12-də 2. 7-cisinə baxırıq. Yazdım, 7-ciyə. 15-də 2, 20-də 3. Hər birinin ortaq böləni 5-dir. 20-ni 5-ə böləndə nə edir? 4. 15-i 5-ə böləndə nə edir? 3. Nə alanda? Gördünüz, eyni məxrəci alanda. 9. 8-ciyə baxıram. 3-də 5, 4-də 7. Demək, buranı 4-ə vururam, buranı da 3-ə vururam. 12-də 20, 12-də 21. 9-a baxırıq. 9-da nə deyir? 7-də 5 və 4-də 3. 4-ü bu tərəfə vururam. 7-ni də bu tərəfə vururam. Nə elədi? 28-də 20, 28-də 21. 8-də 3, 9-da 4. Mən demək, buranı 9-a vuracam. Buranı da 8-ə vuracam. 72, 3-də 9-un 27, 72, 32. 11-ciyə baxırıq.
7'də 2 və 8'də 5. Buranı 8'ə vururam. Buranı da 7'yə vururam. 56'da 2'də 8'in 16. 56'da 56 deyirəm. 58 yazıram. 35 yine sağ tərəf böyükdür. Keçirəm 12'yə 13 14 yazacağım. 12 birin 12'sinə baxıram. Aha 4'də 3 16'da 11. Demək buranı mən 4'ə vururam. 12 16'da 11. 13'ə baxıram. 2'də 1 7'də 5. Demək buranı 2'yə vururam. Buranı da 7'yə vururam. Ne alanda 14'də 7, 14'də 10. Sağ tərəf böyük olur. 14'ə baxıram. 6'da 5 və 9'da 2. Hər birinin ortaq böləni 3'dür. 9'u 3'ə bölən nə edir? 3. Buranı 3'ə vururam. 6'nı 3'ə bölən nə edir? 2. Buranı 2'yə vururam. Ne elədi? 18'də 15, 18'də 4. Hansı tərəf böyükdür? Sol tərəf böyükdür. İkincisinə baxırıq. Deyə orada məxrəcə gətirməklə müqayisə edin. Yenə məxrəcə kəsləri ən kiçik ortaq məxrəcə gətirin. Mən burada ortaq məxrəcə gətirdim. Sonra müqayisə etdim. Burada demirmiş, müqayisəyə ehtiyac yox olmuş. Yenə də siz üçün bir fikir olsun. Ona görə daha yaxşı. Deyək ki, ortaq məxrəcə gətirməklə müqayisə edin. Getirək 8'də 3 və 6'da 1. 6'nı 2'yə bölərəm. Ne eləyir? 3. Buranı 3'ə vururam. 6'nı 2'yə bölərəm 4. Buranı 4'ə. 24'də 9. 24'də 4. Sağ tərəf böyükdür. Sonra 3'də 1 və 7'də 2. Buranı 7'yə vuraram. Buranı da 3'ə vuraram. Ne alanda? 21'də 7, 21'də 6. Yine sol tərəf böyükdür. Bu ikincisiydi. Bu üçüncünü yazıram. 15'də 4, 20'də 7. Hər birini 5'ə bölürəm. 20'ni 5'ə böləndə neydi? 4. 15'i 5'ə böləndə neydir? 3. Buranı 3'ə. 60'da 16, 60'da 21. Hara böyükdür? Sağ tərəf böyükdür. İndi dördüncüsünə baxıram. 18'də 7, 6'da 1. 3'ə vuraram. Çünki eyni olacaq. 18'də 7 və 18'də 6. 16'da 11 elədi. 24'dür. 17 elədi. Hər ikisinin ortaq böləni 8'ə bölünür. 24 8'ə bölünəndə neçə edir? 3. Demək bu tərəfi 3'ə vururuq. 16'nı 8'ə böləni nə edir? 2. Demək buranı da 2'yə vururam. Ne elədi? 48, bu da 33. Bu da 48, bu da 34. Hansı böyük oldu? Sağ tərəf böyük oldu. Altıncısına baxıram. 21'də 13, 63'də 40. 3'ə vururam. 3'ə vururam. Ne elədi? 63'də 39, 63'də 40. Demək hara böyükdür? Sağ tərəf böyükdür. 7-cisinə baxıram. 18'də 5, 24'də 7. Hər ikisinin ortaq böləni 6'ya bölünür. 24 6'ya bölünəndə 4, 18 6'ya bölünəndə 3.
Buranı 4'e vururam. Aha, 72, bu da 20, bu da 72, bu da 21. Hansı tərəf böyükdür? Sağ tərəf. İndi 8'e keçirəm. Bir ikincinin 8 yumru eləyim. Aha, 6'da 5 və 21'də 5. Dedi ki, sürətlər bərabər olanda məxrəci kiçik olan böyük sayılır. 9'un qaydası, baxaq 9'a. İndi 12'də 5 və 24'də yox. Hansını yazdım? Bunu yazdım. İndi keçəm 12'də 5 və dəqiqə 8'i yazdım. İndi 9'dayım. 12'də 5, 9'da 4. Hər birinin ortaq böləni 3. 9 3'ə bölünəndə nə eləyir? 3. Buranı 3'ə vururam. 12 3'ə bölünəndə nə edir? 4. Nə elədi? 36'da 15 və 36'da 16. Və sağ tərəf böyükdür. Burada bu böyükdür. Aha, indi 10'uncusuna baxıram. 14'də 3, 21'də 5. Hər birinin ortaq böləni 7'dir. 21'də 7 bölünür, 14'də. 14'də 7 bölündə 2 eləyir. Buranı 2'yə vururam. 21 7'ye bölündə 3 eləyir. Bu tərəfi də 3'ə vururam. Nə alandı? 42'də 9, 42'də 10. Hansı tərəf böyükdür? Sağ tərəf. 11'ə baxıram. 11'də nə deyir? 10'da 9 və 15'də 13. 5. Hər ikisi 5'ə bölünür. 15'i 5'ə böləndə 3 eləyir. Buranı 3'ə. 10'u 5'ə böləndə 2 eləyir. Buranı 2'yə. Nə alandı? 30'da 27. 30'da 26. Sol tərəf böyükdür. İndi 12'yə baxırıq. 12'də nə deyir? 20'də 7'dir. Digəri 5'də 2'dir. Hər birini 4'ə vururuq. 20'də 7, 20'də 8. Sağ tərəf böyükdür. 13'ə baxırıq. 56'da 13, 16'da 3. Hər birini baxaq. Hər biri nəyə bölünür? 8'ə bölünür. 16'nı 8'ə böləndə nə edir? 2. 56'nı da 8'ə böləndə 7. Nə elədi? 12, 112, 26, 112, 21. Hansı tərəf böyükdür? Sol tərəf böyükdür. Keçirəm 14'ə. 15'də 7, digərdə 25'də 9. Hər biri 5'ə bölünür. 5'ə bölünəndə sol tərəfi 5'ə vururam. 15'i 5'ə böləndə 3 eləyir. Yani 75'də 35, 75'də 27. Hansı tərəf böyükdür? Sol tərəf. Keçirik. Ay. Uşaqlar bunu ayrı yazacağım.